17 dekabr 2025-ci ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Abbas Abbasov Türkiyədən qaçdı. Hansı ölkəyə? Bu barədə sizi məlumatlandırmaq istəyirəm. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. Günün Səsi İnfonun özəl mənbələrindən əldə etdiyi məlumata görə Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış. Abbas Abbasov Türkiyə hökumətinin ona Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl artıq Moskvaya uçub. Mənbə bildirib ki, Abbas Abbasov cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub. Məsələ ilə bağlı Günün Səsi İnfonun əməkdaşı onun oğlu sabiq deputat Aydın Abbasovla əlaqə saxlamağa çalışıb, lakin Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib. Belə ki, o əməkdaşın telefon zənglərini və mesajlarını da cavabsız buraxıb. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Baş nazirinin sabiq birinci müavini uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olmaqla İstintaqdan yayındığı üçün isə barəsində axtarış elan edilib. Qeyd eləyək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə isə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb dəyərli izləyicilər.